Bugünkü mövzumuz psixi inkasın təkamülü şüur psixikanın yüksək forması kimi. Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Canlı materiyaya keçid zamanı onun hərəkət formaları da keyfiyyətcə dəyişir. Çünki inkasın forması materiyanın varlıq formasından asılıdır. Cansız təbiətdə hərəkət cisim və ya maddələrin mexaniki, fiziki və ya kimyəvi şəkildə qarşılıqlı təsiri kimi meydana çıxır. Yalnız canlı materiyaya bioloji inkas formaları xasdır. Onun ilk əlaməti qıcıqlanmadan ibarətdir. Canlı orqanizmin, yəni bitki və heyvanların biotik təsirlərə cavab vermə qabiliyyətinə qıcıqlanma deyilir. Biotik dedikdə bioloji cəhətdən əhəmiyyətli nəzərdə tutulur. Qıcıqlanma elementar formada hələ bir hüceyrəli orqanizmdə özünü göstərir. Onlar mühitin təsirinə seçici səciyyədə daşıyan hərəkətlə cavab verirlər. Mühitin təsirinə seçici surətdə cavab vermək nə deməkdir? Tutaq ki, xarici aləm canlı orqanizmə biotik və abiotik təsir göstərir. Abiotik, yəni bioloji cəhətdən əhəmiyyətsiz və yaxud zərərli mənasındadır. Birinci halda, yəni biotik təsir zamanı canlı orqanizm qıcığa yaxınlaşır. İkinci halda, yəni abiotik təsir zamanı isə ondan uzaqlaşır. Bunu başa düşmək üçün gəlin cansız təbiətdə inkasın xüsusiyyətlərini yada salaq. Cansız təbiətdə inkas yalnız xarici təsirlərin gücü və xarakterindən asılıdır. Məsələn, qayaların aşılanmasını xatırlayın. Dəniz tərəfindən yuyulan qaya suya müəyyən müqavimət göstərir. Dalğalar qayaya dəyib parçalanır. Lakin tədricən qaya da dağılır. Cansız təbiətdəki inkasın bütün formalarında biz bu xüsusiyyəti görə bilərik. Halbuki, canlı materiyada inkas keyfiyyətcə yeni xüsusiyyətlər kəsb edir. O yalnız xarici təsirlərin gücü və xarakterindən deyil, həm də orqanizmin daxili vəziyyətlərindən, tutaq ki, ac və ya tox olmasından asılı olur. O acdırsa, qidaya yaxınlaşır. Toxdursa, yerindən tərpənmir və ya ondan müxtəlif formalarda uzaqlaşa bilər. Bu deməkdir ki, hər bir canlı orqanizm bütün xarici qıcıqlara seçici, yəni fəal münasibət bəsləyir. Onda yeni xassiyə, özünü tənzim etmə xassiyəsi nəzərə çarpır. Başqa sözlə, bioloji inkas özünün ilk sadə formalarından başlayaraq fəal xarakter daşıyır. Təkamül prosesində heyvanlarda qıcıqlanmanın yeni forması, həssaslıq meydana çıxır. Heyvan biotik təsirləri daha adekvat surətdə, məsələn, iynə, rənginə və ya formasına görə fərqləndirməyə başlayır. Bu artıq sadə formada duyğunun əmələ gəlməsi deməkdir. Beləliklə, uzunmüddətli təkamül prosesində psixika əmələ gəlir və tədricən o müxtəlif formalarda duyğu, qavrayış, hafizə və s. psixi proseslər kimi təzahür etməyə başlayır. Psixikanın filogenezdə, yəni doğulma, mənşə deməkdir. Yəni təkamül prosesində əmələ gəlməsi və inkişafı mürəkkəb və çoxcəhətli prosesdir. O müxtəlif amillərlə, xüsusilə mühitin təsirləri və sinir sisteminin təkamül inkişafı ilə bağlıdır. Canlı orqanizmin mövcudluğu mühitin həyat şəraitinin təsirləri ilə şərtlənir, onunla təyin olunur. Sadə bir misal göstərək. Mühitdə temperatur yüksəldikdə orqanizmin kimyəvi reaksiyalarının sürəti artır, aşağı düşdükdə isə azalır. Heyvanların hamısı eyni cür hərəkət edirmi? Şübhəsiz ki, yox. Bir hüceyrəli orqanizmlər bu zaman məhv olur. Halbuki fil çox isti havada xortumu ilə üstünə su səpir. Ağacların kölgəsində gizlənən meymun hətta özü üçün sərin yer düzəldə bilir. Bəs bu nə ilə əlaqədardır? Gəlin bir məsələyə diqqət yetirək.
İlk baxışda adama elə gəlir ki, eyni yerdə qızılağac qoruğunda və ya altağac meşələrində yaşayan müxtəlif heyvanların mühiti eynidir. Halbuki heyvanların növündən, cinsindən, inkişaf səviyyəsindən asılı olaraq eyni bir qıcıq biri üçün biotik əhəmiyyət kəsb edir, o biri üçün isə tamamilə əhəmiyyətsizdir. Biz onların həyat şəraitində ciddi fərqlərə rast gələ bilərik. Bu, birinci növbədə ondan irəli gəlir ki, hər hansı bir qıcıq heyvanların hamısı üçün eyni dərəcədə biotik qıcıq deyildir. Tutaq ki, əl biri üçün biotik əhəmiyyət kəsb etdiyi halda o biri üçün tamamilə əhəmiyyətsizdir. Onların yaşayış tərzi də bir-birindən fərqlənir. Məsələn, meymun ağacda yaşayır. Başqasını tutaq ki, quşların həyat tərzi isə ondan tamamilə başqadır, yaxud delfin suda yaşayır. Onların bədən quruluşunun da əhəmiyyəti az deyildir. Burada başqa amillərin də rolunu qeyd etmək olar. Lakin heyvanların davranışının psixoloji baxımdan təhlili əsaslı surətdə göstərir ki, heyvanın mühitə uyğunlaşa bilməsi bilavasitə onun sinir sisteminin xüsusiyyəti ilə bağlıdır. Həyat şəraiti mürəkkəbləşdikcə sinir sistemi daha yüksək səviyyədə inkişaf edir. Sinir sistemi inkişaf etdikcə heyvanın mühitlə əlaqəsi genişlənir və mürəkkəbləşir. Sinir sistemi də təkamül prosesinin məhsuludur. Onun aşağıdakı növlərini fərqləndirirlər. Torvari yaxud səpkin sinir sistemi, düyünlü sinir sistemi, borulu sinir sistemi. İlk öncə başlayaq torvari sinir sistemi haqqında. Torvari sinir sistemi ən bəsit sinir sistemidir. Hidropoliplərdə, meduzalarda və s. sinir hüceyrələri bədənin səthinə tor şəklində səplənərək bir-biri ilə çıxıntılar vasitəsilə birləşir. Hər hansı bir sinir hüceyrəsində əmələ gələn oyanma bütün hüceyrələrə yayılır və təsir edən qıcığa hidropolip və ya meduza bütün bədənini yığmaqla cavab verir. Torvari sinir sistemindən fərqli olaraq düyünlü sinir sistemində sinir hüceyrələri qruplaşır. Mərkəzi düyünlər əmələ gəlir. Sinir hüceyrələri əsas etibarilə heyvanın mühitlə daha çox təmasda olan baş hissəsində toplaşır və sinir sisteminin aşağı ətraf hissələri yuxarı mərkəzi hissələrə tabe vəziyyətdə olur. Soxulcanların, həşəratların və s. sinir sistemi düyünlü sinir sisteminə misal ola bilər. Düyünlü sinir sistemi daha çox qıcıq qəbul etməyə və işləməyə imkan yaradır. Baş düyün müxtəlif qıcıqları qəbul edir və təhlildən keçirir. Meduzalara nisbətən soxulcanların və həşəratların davranışı daha da mürəkkəbləşir. Borulu sinir sisteminə keçid edək. Borulu sinir sistemi ali sinir sistemi tipidir. O, boruda yerləşən sinir hüceyrələrinin birləşməsindən ibarətdir. Məsələn, xordalılarda. Təkamül nəticəsində onurğalılarda onurğa beyni və baş beyin mərkəzi sinir sistemi meydana gətirir və inkişaf edir. Sinir sisteminin inkişafı ilə yanaşı olaraq heyvanlarda hiss üzvləri inkişaf edir və təkmilləşir. Sinir sisteminin və reseptorların inkişafından asılı olaraq psikinikaz forması da mürəkkəbləşir. Heyvanlarda yeni psixi funksiyalar meydana gəlir və təkamülün nisbətən aşağı mərhələsində özünü göstərən psixi funksiyalar, duyğu, qavrayış, hafizə və s. təkmilləşir. Sinir sistemi nə qədər mürəkkəbdirsə, psixikada bir o qədər təkmilləşmiş olur. Baş beynin inkişafı onurğaların təkamülündə xüsusi əhəmiyyət kəsb edir. Bu mərkəzlər xüsusi sinir türəmələri, assosiasiya zonaları vasitəsilə qarşılıqlı əlaqəyə girir. Heyvan nə qədər yüksək inkişaf etmiş olursa, həmin zonalarda bir o qədər təkmilləşmiş olur. Mərkəzi sinir sisteminə malik heyvanlar mühitin təsirlərini daha adekvat surətdə əks etdirirlər. Yüksək surətdə təşəkkül etmiş heyvanlarda sinir fəaliyyətinin əsas fondunu şərti reflekslərin məcmui təşkil edir.
Beləliklə aydın olur ki, psixi funksiyalar heyvanın yaşayış şəraitindən və sinir sisteminin xüsusiyyətindən asılı olaraq inkişaf edir. Bəs bu xüsusiyyətlər onların davranışında necə əks olunur? Torvari sinir sisteminə malik olan heyvanlar mühitin təsirlərinə əsasən tropizmlər formasında reaksiya göstərirlər. Düyünlü sinir sistemi səviyyəsində heyvanların davranışında tropizmlər müşahidə olunsa da, əsas yeri instinktiv davranış forması və ya instinktlər tutur. Onların davranışında vərdişlər də özünə məxsus rol oynamağa başlayır. Borulu sinir sistemi səviyyəsində isə qeyd olunan davranış formaları ilə yanaşı intellektual davranışa da rast gəlirik. Tropizmlər bəs nədir? Onlar necə təzahür edirlər? Tropizm Yunan sözü olmuşdur. Trops sözündən götürülmüşdür. Dönmək, istiqamət deməkdir. Tropizm termini ilk dəfə bitkilərin günəşə doğru hərəkətini təsvir etmək məqsədi ilə işlədilmişdir. Azərbaycan dilində günəbaxan sözü bu cəhətdən maraqlıdır. Fransız psixologiyasında tropizm termininin sinonimi kimi taksis Yunanca taxis, qayda, uyğunlaşma deməkdir. Terminindən istifadə olunur. Bizim ədəbiyyatda bitkilərin müvafiq reaksiyaları daha çox tropizm, heyvanların reaksiyaları isə taksis sözləri ilə ifadə olunur. Bəzən həmin sözlərdən sinonim kimi də istifadə olunur. Tropizm və ya taksisin iki mərhələsini fərqləndirirlər. Birinci mərhələdə canlı orqanizm müvafiq qıcıq, işıq, kimyəvi, mexaniki və s. istiqamətinə yönəlir. İkinci mərhələdə həmin istiqamətdə yerini dəyişir. Ali heyvanlarda hafizənin inkişafı zəminində mnemostik, yəni yadda saxlama deməkdir, müşahidə olunur. Heyvan müəyyən ərazidə davranış üçün mühüm olan orientirləri yadında saxlayır. Heyvanın inkişaf səviyyəsindən asılı olaraq tropizm və ya taksis müxtəlif formalarda özünü göstərir. İnstinktlər bəs nədir? İnstinkt latınca instinctus sözündən götürülmüşdür. Mənası oyanma deməkdir. Bu o deməkdir ki, genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinkt termini müxtəlif vaxtlarda müxtəlif məzmun ifadə etmişdir. Bir sıra hallarda şuurun əksini təşkil edən halları, bəzən insanın düşünülməmiş impulsiv hərəkətlərini, insan psixikasında heyvani cəhətləri, bəzən isə mürəkkəb şərtsiz refleksləri ifadə etmək üçün instinkt terminindən istifadə olunmuşdur. Müasir psixologiyada terminin mənası dəqiqləşmişdir. O, elmi termin kimi genetik cəhətdən təsbit olunmuş, irsə möhkəmlənmiş, anadan gəlmə davranış mənasını ifadə edir. İnstinktiv davranış forması zəncirvari xarakter daşıyır. O, hər hansı bir qıcığın, iy, səs, dəri və s. təsiri əmələ gəlir və ardıcıl surətdə davam edir. Müxtəlif hallarda hörümçəyin tor hörməsini, bal arısının şam hazırlamasını müşahidə etsəniz, bunu asanlıqla müəyyən edə bilərsiniz. İlk baxışdan bu hərəkətlər məqsədə uyğun hərəkətlərə bənzəyir. Əslində isə belə deyildir. Məsələn, əgər bal üçün nəzərdə tutulmuş şanın arxa hissəsini kəssək, arı yararsız şana müvafiq miqdarda balı doldurur və balın o biri tərəfdən axmasına baxmayaraq şanın üzünü mumla sulayır. Və yaxud biz növbəti bir misal göstərək.